Salam aleyküm. Sizi Raspakovka'nın Akuyun yeni layihəsi bölümündə qarşılayırıq. Və yenə də Raspakovka'ya təzə bir şeylə gətirmişik. Birinci başlayaq kimdən tələb? Birinci sağlığımızın o ən sevimli belə deyək də. Toybox, Toybox. Üzr istəyirəm, yenə mənim. Gedə reklam pauzası. Reklam pauzası. Bu reklam pauzası mənim ömrümə günümə girdi uje. İnşallah səsi gəlməz. Uşaq vaxtı yadıma gəlir, Toybox 20 qəpik idi və belə dördbucaq formada idi. Bəli. İçindən belə dördbucaq, o senin kağızını açanda belə dördbucaq, həmin o dördbucaq şey formasında bir kərpic formasında, bəli. qalanın qapısı, divarı formasında. Hə. Nəsə, birinci başda Toybox. Toybox Max. Oho. Max, hətta Max. Və gördüyünüz kimi bunun gözləri açıqdır. Açaq. Görə içində nə var? O sosu da yox da. Toyboxlar indi yenə Türkiyədən gəlir. Yəqin ki. Çünki şey oxşuyur, Kinder Joy-un plagiatına oxşuyur. Yəni eyni ilə göstərən izləyicilərdə də göstərən. Baxın, belə bir şeydir, Kinder Joy oxşuyur. Kinder Joy-a oxşamır. Yəni Kinder Joy-un belə deyək də bir növ ucuz poddelkasıdır. Bəli. Hə, burada içində yemək var. Pavidladır, mənim şokoladdır, nəsə ondan bir şeydir, onu bilmirik. Nədir içində? Burada isə yəqin ki, oyuncaqdan zaten nə bilməm nə oyuncaq çıxacaq, indi açıb baxacaq. Məsələn belə həzənat bir şey oxşuyur. Aha. Yəni belə deyək, bunu belə baxsaq qızlar üçün nəzərdə tutulub. Aha. İçindən nəsə çıxdı, amma bilməm nədir. Amma qızdır. Ata oxşuyur. Ata oxşuyur, bəli, belə deyək, pony atlarına oxşuyur. Hələ yığmamışdan qabaq bir dənə baxaq, görək kağızda nə çıxır. Ponydir, pony. Bəli, ponydir. My Little Pony filmindən, cigi filmindən ponylərdir, bəli. Belə baxın. Əla. My Little Pony filminin, cigi filmindən 1 manat 60 qəpiyə dəyər. dəyər. Bunu mən yeməyəcəm, bilmirəm çünki içində nə var, nə yox. Əgər kiməsə maraqlıdırsa, alıb baxa bilər. Almarketlərdə, Almarket şəbəkələrində 1 manat 60 qəpiyə satılır. Almarketində burada pulsuz reklamı getdi. Hə. Növbəti. Növbəti isə adı bilinməyən bir, belə deyək, maşınlara aid olan bir yumurtadır. Göstər, kameraya Belə bir yumurtadır. Maşınlara Avtodrom adında bir Kinder oxşar bir şeydir. Bu da Kinder'in ucuz plagiatlarından, yəni Formula 1 tərzində çox ucuz, yəni plastik bir oyuncaq. Çox ucuz bir şeydir. Yəni baxın, bu şəkilidir. İndi oyuncağın özünü də yaxından göstər. Oyuncağın özünü də göstərək. Bakıda keçirilən Formula 1-ə aiddir. Çox ucuz bir şeydir. Yəni gördüyünüz kimi, hətta təkarları belə demək olar ki, hərəkət eləmir. Eləyir, hərəkət eləyir. Bunu 1 manata vermişlər. 1 manat idi bunun. Bəli, bunlar bir Almarketdə 1 manata satılır. Almarketin artıq ikinci şey getdi. Reklam getdi. Bunu məsləhət görmürəm. Yəni heç 1 manata həqiqətən dəyməz. Amma Toyboxun məsələn içindən çıxan oyuncaq o 1 manat 60 qəpiyə dəydi. Və nəhayət keçirik yenə Toyboxa. Bu da göz vuran Toyboxa, bizə patrol edən Toyboxa. Gördünüz mü, göz vurur burada bizə. Bəli. Burada isə hərflərdir, gördüyünüz kimi. Yəni açığı onu deyə bilərəm ki, bu yəni oyuncaq heç 1 manat 60 qəpiyə dəymir. Dəymir, bəli. Yəni içindəki şokoladın dadına baxmamışıq. Yəni Kinder Joy-un belə deyim də şokoladları ən azından dadlı olur və o qiymət 3 manat aralığında olan qiymət mağazalardan fərqli olur. Birində 3 manat 30 olur, birində 3 manat olur, birində 3 10 olur. O dəyər. Amma bu yəni V və E hərfləri çıxdı. Yəni ev. Barada və Sveçkanın hərfləri çıxdı. Ona görə biraz hərfləri yaxını göstər. Ona görə məncə yəni bu şəxsən bu 1 manat 60 qəpiyə. Və növbəti yenə də Avtodromdan görə bu dəfə kim çıxacaq içindən?
Hətta belə deyək ki, biz adamlar yəni tələti nəsə olsa al marketdə yapışa bilərsiniz. Şokoladı onu deyə bilərəm ki, çox şirin, yəni çox şirin, həddindən artıq şirindir. O belə şirniyyatlar olur, yeyirsən adamın boğazında belə şirin effekti qalır. Elə bir şokoladdır. Yenə də həmən yarışlardan, yarış maşınları çıxdı yenə də, elə deyək, Formula 1 yarışlarından. Bu dəfə rəngi, belə bir rəngli bir şey çıxdı. Amma bu yəni, hətta bunu 1 manat da dəyməzdi. Məncə mənim fikrimcə çox keyfiyyətsiz bir videodur. Verin zəhmət olmasa. Video yox, oyuncaq. Oyuncaqdır, başını üzr istəyirəm. Oyuncaqdır. Yəni, hətta təkərlər belə deyək ki, elə bir əridiblər sadəcə olaraq axırı qədər düzəltmirlər bunu. Yəni, bu kağız altında əgər birdən al marketə getsəz, uşaqlara məsləhətdir, yəni belə. uşaqlara yəni bunu qətiyyən almayın. Yəni şəkli budur. Baxıb görə bilərsiniz. Avtodrom adlanır, belə bir şeydir. Maşındakı gördüyünüz belə çox keyfiyyətsiz, yəni həqiqətən heç 1 manata, yəni şokoladı belə, yəni 1 manat o 1 manata dəymir şokoladı belə. Baxın maşınları özünüzdə. 2 dənə belə, yəni çox səviyyəsiz oyuncaqlar çıxdı. Yəni çox səviyyəsiz bir şeylərdir, məncə dəyməz. Bir dənə bunların aralarında bir dənə normalı, bir dənə bu çıxdı. Pony. Yox, onların arasında biraz normal idi. Yəni içindən birincidə pony çıxdı. Bəli. O da ki, 2 gözü açıq olan Toybox'un qutusundan çıxdı. Yəni bax belə bir qutudursa, 2 gözü də açıq olan qutudursa, bunun içindən Bilmirəm, bəlkə başa düşürsünüz. Yox, bu şeydir bu. Seriya olaraq belədir, standartdır. Yəni bunların içindən My Little Pony oxşayan bir şey çıxır. Bunların içindən isə çox boyu ehtimal ki, yəni hərflər vari belə çox ucuzvari bir şeylər çıxır. İndi Vüsal Toybox'un şokoladının dadına baxacaq. Bəlkə lazım deyil. Öz fikrini sizinlə bölüşəcək. Gəl belə biri abzor eləyədi birincidə. Vay. Üzr istəyirəm. Yəni özünüz yox. Heç bunu yəni dadına baxmağa dəyməz, qoy, ehtiyac yoxdur, baxma. Yox, mən izləyicilərim üçün riskə gedərəm. Və məsləhət də elə çıxdı. Heç məsləhət deyil. Yeməyin. Qoy bir dənə bu birisine də baxım. O birisinin də dadına bax. Avtodromun. Yəni Mən açığı Toybox'un içində olan o şokoladdan belə deyil, şirniyyatdan daha çox şey gözləyirdim. Amma belə baxıram ki, Avtodrom ondan daha dadlıdır. Bəli. Şokolad olaraq. Şokolad olaraq bu dadlıdır. Amma oyuncaqlar olaraq Toybox'un oyuncaqları daha keyfiyyətlidir. Bu qədər. Gələn görüşləri də inşallah bundan da gözəl Rasopokok'da da görüşərik. Sağ ol. Sağ olun.